Hər kəsə salam. Bu video izahımızda MHŞ Milli Giriş kitabından fəzədə düz xətlər və müstəvilər 25-dən artıq nə qədər vaxtım çatarsa o qədər sualın izahını verməyə çalışacağım. Gəlin başlayaq. Qaldığımız yerdən 26-cı sualda. Sual nömrə 26-da nə deyilir? Deyilir ki, ikiyüzlü bucaq 60 dərəcə. Bu mənim, baxın, ikiyüzlü bucağım. Bu mənim ikiyüzlü bucağım. 60 dərəcədir. Onun üzərindəki nöqtədən tilə qədər məsafə kök altda 3. Məsafə kök altda 3-süsə, o zaman bura olsun 30 dərəcə. 60 dərəcə bucaq qarşısına katet kök altda 3 olarsa, deməli 30 dərəcə bucaq qarşısına katet neçəymiş? 1 imiş. 1 imiş kök altda 3-ə vurublar, kök altda 3 olub. O zaman hipotenuz olacaq 1-in 2 misli 2. Bu nöqtədən digər üzə qədər məsafəni soruşur. Bir dəqiqə. 60 dərəcəli ikiyüzlü bucaqdan tilə qədər məsafə. Hipotenuz kök altda 3 isə o zaman 30 dərəcə bucaq qarşısına katet hipotenuzun yarısına bərabərdir. Bu nöqtədən digər üzə qədər məsafəni soruşur. Bura olacaq kök altda 3 bölü 2, düzdürmü? Bura bu hiss olacaq. Kök altda 3, kök altda 3'ə vursam 3, 3'ü də 2'yə bölsəm 1/5. Doğru cavab olur 26 C variantı. 27-ci sual. A və B nöqtələri alfa müstəvi üzərində, C nöqtəsi isə bu müstəvinin xaricindədir. 27. Mənim müstəvim, bax bu mənim müstəvim. A və B nöqtələri bu müstəvi üzərində, C nöqtəsi isə müstəvi xaricindədir. AB məsafəsi 12-yə bərabərdir. 12. AC məsafəsi AB 12-yə bərabərdir. AC AB burada AC bərabər AB ola bilməz axı. AB-ni həm 12, yəqin ki bu BC olacaqdır. Yəqin ki bura BC olmalıdır. Çünki 12 12. Çünki AB-ni mənə özü 12 verib. Necə 10 olsun? 10 10 yazıram. Olsun. C nöqtəsindən AB parçasına qədər məsafəni soruşur. Bərabər yanlı üçbucaqda bərabər yan tərəflər arasında hündürlüyü indirsəm yarı böləcək. 6 6 16-dırsa Pifaqora görə olacaq 8. Doğru cavab olur 27 Y variantı. Bax belə. Davam edirik 28-ci sual. Sual nömrə 28. Nə deyilir? İkiyüzlü bucağın daxilində götürülmüş, bu mənim ikiyüzlü bucağım. Daxilində götürülmüş A nöqtəsindən AB və AC perpendikulyarları çəkilib. Bu AB perpendikulyarı, bu da olsun AC perpendikulyarı. Bu şəkildə, bu niyə əlim əsir? AC perpendikulyarı. AC'nin uzunluğu 2 kökdə 3 bu şəkildə. Sonra B və C nöqtəsi deməli AB'nin uzunluğu da 2 kökdə 3 olmalıdır. B və C nöqtəsinin ikiyüzlü bucağın telinə qədər məsafələr B və C-dən, bu deyil, üzr istəyirəm. 2 və 3-sü, bura 2-dirsə, bura 3-dür. AB-ni tapın. O zaman Pifaqora görə mən bu OA məsafəsini tapsam, 4, 12, 12-nin üstə 4 gəlsəm 16, 4 eləyər. O zaman bu hissədə 16-dan 3 çıxanda 13, kök altında 13. AB məsafəsi olacaq kök altında 13, 28 doğru cavab olur. Deməli, 28 doğru cavab olur D variantı. Davam edək. Sadəcə burada şərtdə çox diqqətli olmaq lazımdır. B və C-dən deyil. Deməli, bura 2-dir, bura 3-dür. Hesablasam 9, 12 kök altda eləyir 20. 12 isə 9 gəlir kök altda 21. 21-dən də 7 çıxsam kök altda 17. Doğru cavab olur 28 C variantı. Uyğun olaraq deyil. Yəni birinci B-ni yazmalıyıq. 29-cu sual. Sual nömrə 29. Müstəvi xaricindəki A nöqtəsindən müstəvi ilə 50, 20 və 70 dərəcə bucaqlar əmələ gətirən AB, AC, AD maillər çəkilib. Bax, bu mənim müstəvim, elə. Bu mənim xaricində hər hansı bir A nöqtəsi. 20 dərəcə, bu da məsafə olsun, bu da dursun burada. Bax, bu 20 dərəcə, eləmi? 20 dərəcə. Bu 50 dərəcə, 50 dərəcə. Bu da 70 dərəcə olsun. Aydın məsələdir ki, 70 dərəcə bucaq əmələ gətirən mail daha böyük olacaq. Ona görə K eləm olarsa, bax, yenə deyir, uyğun olaraq, bax, ailəmi qatdı bir-birinə. Bura 50-dirsə, bura M. Sonra 20-yə L. Sonra 70-ə də M. Təbii ki, ən kiçiyi L-dir. 20 dərəcə. Tamam. İndi baxıram. 50-yə K-dır. Düz qoyduq mu? Qoyduq. 50-yə K-dır. Baba K. Bu K-dır. Tamam. Sonra 20-yə L-dir. Uyğun olaraq deyir. Və bir dəqiqə. Qoy biraz aralı çəkin bilinsin. Bir də baxaq. Proyeksiya deyirsə. Proyeksiya deyirsə deməli aşağıdakı hissə. 50 dərəcəyə uyğun, bax bu məsafə L-dir. Qırmızına yazaq seçilsin. Bax bura L-dir. K-dır. 20 dərəcəyə uyğun L-dir. Bura L-dir. Və 70 dərəcəyə uyğun da M-dir. M. Aşağıdakilərdən adlandıraq, səliqəli şəkildə çəkək. Bu A nöqtəsi, bu məsafə, düzdür.
AB maili 50 dərəcə. Bax, bu AB maili. Biraz böyütək və çox xırda 50 dərəcə. Sonra mavi rənglə çəkirəm. AC maili 20 dərəcə. AC maili budur, bax 20 dərəcə. Daha balaca. AC maili 20 dərəcə və AD maili. AD maili də bax belə 70 dərəcə. Bu da olsun 70 dərəcə. O zaman fikir verin. Uyğun olaraq K elemdirsə, onda 20 dərəcəli mailin proyeksiyası daha böyük olur. Ona görə L ən böyükdür, sonra K, sonra da EM. Doğru cavab olur 29A variantı. Şəkli böyük çəkməliyik ki, bu tip məsələlərdə aydın şəkildə görək. Yəni şəkil içində qarışmasın. 30 nömrəli məsələ. ABC kvadratın B təpəsindən, bu mənim kvadratım. A, B, C, D. B təpəsinin uzunluğu deməli 5 olan B-in perpendikulləri qaldırılmışdır. Qaldırılsın. Oldu. Deməli, kvadratın tərəfi 12-dirsə, diagonalı olacaq 12 kökdə 2. Bu da perpendikullər. Tam diagonalın üzərinə. MCD üçbucağının sahəsini tapın. Bu üçbucağın oturacağını biz 12 olduğunu bilirik. Bu şəkildə. İndi gəlin baxaq. Deməli, 12 MCD-ni bir dənə ştrixləyək. Bax, bu üçbucağı görürsünüzmü? Görürsünüz. SMCD-nin sahəsini tapın. Kvadratın bütün tərəfləri bərabər, diagonalını tapasaq D bərabərdir. A kökdə 2-yə bərabərdir. Yəni 12 kökdə 2 və mən buradan MD tərəfini tapa bilərəm. MD tərəfi olacaq Pifagora görə. Təbii ki, Pifagora görə neçə olar? Bax, bu düzbucaq bu üçbucağa baxın, zəhmət olmasa. Göyrəklə işarə eləyirəm, içini. Göyrəklə bax belə. Pifagora görə 12 kökdə 2 və 5-dirsə 144 288 üstə gələk 25. Bu da bərabər kökün altında qıraqda 288 üstə 25 gəlsəm 3, 1, 313. Kökün altında 313 olur. 313. MD tərəf tapıldı. MD. Deməli, Pifagora görə mən tapdım ki, 90 dərəcəlik bucaq əmələ gəlib burada. 13, 12. Hardan aldım 13-ü? Kök altda 313-ün kvadratı 313 etdi. 313-dən 144 çıxdım. 169, 169-dan 13 çıxdı. Bu düz bucaqlı üç bucağın sahəsini tapmaq üçün isə S bərabər katetləri hasilinin yarısı. O da bərabər 16-ya vursam 78. Doğru cavab olur D variantı. Bax belə. Sadəcə bir balaca burada düşünmək lazım idi. Burada perpendikulyarlığı görmək lazım idi sadəcə olaraq. Davam edirik 31-ci sual. Sual nömrə 31. Rombun diagonalları 12 və 16-dır. Bu bizim rombumuz. Diagonalları 12 16-dır. Deməli, olsun. Rombun müstəvi xaricindən götürülmüş nöqtədən bu müstəviyə qədər məsafə 6,4-dürsə, həmin məsafə tam da gəlir rombun diagonallarının kəsişmə nöqtəsinin üzərinə düşür. Bax belə. Kəsişmə nöqtəsinin üzərinə düşür. Nöqtədən bura qədər məsafə. Bax belə. Deməli 6,4. Düzdür bu şəkildə. O zaman həmin nöqtənin rombun tərəfinə qədər olan məsafəni soruşur. Bax, tərəf budur. Tərəfə qədər məsafə. Fikir ver. Bu bura perpendikulyar cəhət düşüb. Düzdür, tam da rombun üzərinə. O zaman mən rombun sahəsini tapa bilərəm. D1 D2 bölünsün ki, o da bərabərdir. Diagonallar neçə idi? 12 vuraq 16 bölək 2. O da bərabər 96. Sahə oldu 96. Rombun sahəsi 96 isə mən bunun tərəfini tapa bilərəm. Tərəfini tapsam 96 deməli mən nə edəsiydim? D1-in kvadratı plus D2-nin kvadratı bərabərdir 4A-nın kvadratı. Buna görə yazaram. 12, 16 neçə eləyir kvadratları? 144, 256, 400. Bundan çıxır 20. 20 bərabərdir. Yox, 400. 400 bərabərdir 4A-nın kvadratı. A da bərabər 10. Deməli, rombun tərəfi oldu 10. Əla. Mən bunun hündürlüyünü tapmalıyam. S bərabərdir mi? A vuraq H şəklində. Sahə neçə? 96. 96 bərabərdir. A vurulsun A. 10 vurulsun H. Deməli, hündürlüyü oldu neçə? 9,6. Hündürlük bilirsiniz nədir? Rombun hündürlüyü. Onun daxilinə çəkilmiş dairənin nədir? Belə deyim, diametridir. Onda radius neçəyə bərabər olur? 4,8-ə. Baxın, bu hissə oldu 4,8. Pifagora görə bu məsafəni tapsam, 6,4-ün kvadratı üstə gələk, 4,8-in kvadratı. Qıraqda hesab, bərabərdir 64, kök altında 64 bərabərdir 8. Məsafəni soruşur, doğru cavab oldu. 31-ci cavabı 8. Bax belə, möhtəşəm sual idi. Topulda olan sualdır, həm də elə çətin sual deyə bilmərik. Məsələ nömrə 32. 32. Müstəvi xaricindəki nöqtə müstəviyə çəkilən mailin uzunluğu ilə bu mənim müstəvim. Bu müstəvi xaricindəki nöqtəm. Düzdür?
Mail çəkdi. Mailin uzunluğu ilə proyeksiyasının fərqi 5-dir. Yəni proyeksiya x isə mailin uzunluğu x plus 5 olmalıdır. Mail ilə bu müstəvi 30 dərəcə yapacaq. 30 dərəcə yapacaq qarşısına katit hipotenuzun yarısına bərabərdir. Yəni bura həm x plus 5 belə 2-dir, həm də belə deyim, 60 dərəcə yapacaq qarşısına katit kimi də gedə bilərəm və yaxud da istəsəm Pifagorla da gedə bilərəm. Buradan x tap deyirəm. Mailin uzunluğunu soruşur. Pifagorla gedim ən gözəli. Həm də bura 60 dərəcədir, da elə deyil. 60-ın qarşısı x-dirsə, 30-un qarşısı x plus 5. Yəni x plus 5 bölünsün 2-ni kök altında 3-ə vuranda x almalıdırlar. Buradan x tapaq. Kök altında 3 x plus 5 vurulsun kök altında 3 bərabərdir 2x. X kök altında 3 üstə gələk 5 kök altında 3 bərabər 2x. Bir tərəfə keçirsəm, x-i çıxarsam, buradan deməli 2 minus kök altında 3 bərabərdir 5 kök altında 3. X də bərabərdir 5 kök altında 3-ü bölərəm 2 minus kök altında 3-ə. Qoşmasına vursam məxrəc 1 qalır. 5 kök altında 3-ü vuraram 2 plus kök altında 3-ə. O da bərabər 10 kökdə 3. 10 kökdə 3 üstə gələk 15. O da bərabərdir x plus, amma mən x tapdım da, bu belə qalsın. Məndən nəyi soruşur? Maili soruşur. Üzərində 5 gələrəm, üzərinə 5 gəlsəm 20, onu çıxardaram kök altında x plus 2. Doğru cavab olur 32 A variant. Tamamilə doğru. 33-cü suala baxaq. Sual nömrə 33. K nöqtəsi ABC kvadratının tərəflərindən, bu mənim K nöqtəm. Kvadratın tərəflərindən 3 kökdə 2. A, B, C, D. Bax, tərəfindən 3 kökdə 2 məsafədədir. Deməli, bu mənim K nöqtəm olsun. Bu diagonalların kəsişmə nöqtəsi olsun. Fikir ver. Diagonalların kəsişmə nöqtəsi olsun. Buradan bura qədər, bax bu tərəfə qədər məsafə neçədir deyir. Bu olsun K nöqtəsi. 3 kökdə 2 olar. ABC müstəvisindən məsafə, ABC-dən məsafəsi, ABC. Kök altdakı olarsa, kvadratın tərəfini tapın. Deməli, kök altdakini yazsam, Pifagora görə taparam da bunu. Kökün altında 18-dən 2 çıxaram 16, 16-dan çıxır 4. Bu 4-dürsə, buradan bura qədər məsafə 4-dür. Kvadratın tərəfi oldu 8. Doğru cavab olur 33 Y variantı. Davam edək 34-cü sual. Sual 34. Görüm şəkli varmı? Hə, var. Sual nömrə 34. Deməli, bu bizim kvadratımız bu şəkildə verilib. A, B, C, D. B-dən A-ya hər hansısa bir BK ana C-ni birləşdirib, sonra isə K ilə C birləşmişdir. Aha, indi gəlin verilənləri oxuyaq. ABCD kvadratın B təpəsindən kvadrat müstəvisinə BK perpendikulyar qaldırılsın. CA 8 kök altında 2-dir. Deməli, əgər kvadratın diagonalı 8 kök altında 2-dirsə, deməli kvadratın tərəfi 8 imiş. Düzdür? BK-nın uzunluğu 8-dir, olsun 8. KC-nin uzunluğunu soruşur bizdən. İndi gəlin baxaq. Deməli, perpendikulyar qaldırılıbsa, o zaman deyərik 8, 8, KC-nin uzunluğu olacaq 8 kökdə 2. Doğru cavab olur 34 B variantı. 35-ci sual. Sual nömrə 35. A nöqtəsi müstəvidən 8 cm məsafədədir. Bu A nöqtəsi 8 məsafədə. Müstəviyə uzunluqları 10 və 17 olan 2 mail çəkilib. Bunun uzunluğu 10 olsun, bunun uzunluğu olsun 17. Tamam, çəkildi. Perpendikulyarlar qoymağı yaddan çıxarmayaq. Aha, Pifagora görə bu hissə 6, proyeksiya 6, birin proyeksiyası 6, birin proyeksiyası isə 15 olmalıdır. Maillərin proyeksiyalar arasındakı ən böyük məsafəni tap deyir. Proyeksiyalar arasındakı ən böyük məsafə. Deməli, 6 burada, 15 burada. 6 üstə gələ 15 bərabər 21. Doğru cavab olur 35 D variantı. Sual nömrə 36. 36. KL üçbucağın en təpəsindən en perpendikulyar qaldırılsın. KLD. Bax, bu 90 dərəcədir. Olsun. Olarsa KL'mi tapın. KL'mi tapın. İndi bir dəqiqə baxaq. KL üçbucağın en təpəsindən perpendikulyar qaldırılır. Perpendikulyar qaldırılıbsa 3 perpendikulyar terminə görə buna perpendikulyarsa da bax bu KLM də bir-birinə perpendikulyar olacaq. Doğru cavab olur 36 D variantı. Sual nömrə 37. Üçbucağın daxilində çəkilmiş çevrənin radiosu 2 yer bərabər 1/5. Bu çevrənin mərkəzində, bax bu mənim üçbucağım, düzdür? Daxilinə hər hansı bir çevrə çəkilib. Çəkilsin, oldu. Bir
dəqiqə səliqəli çəkməyə çalışıram. Olsun. Çevrə çəkilmişdir. Bu dik çevrənin mərkəzindən üçbucaq müstəvisinin uzunluğu 0.8 perpendikulyar qaldırılıb. Qaldırdım perpendikulyar. Bu da bunun radiusu perpendikulyar. Radiusun uzunluğu 1.5. Perpendikulyarın uzunluğu 0.8 olarsa üçbucağın tərəfinə qədər məsafə. Tərəfinə qədər məsafə soruşursa, bu da düzbucaqlı üçbucaq əmələ gəlir də. 2,25 üzərinə 0,64 gəlsəm, 2,89, 1,7 edər. Doğru cavab olur 37 A variantı. Sual nömrə 38. Görək nədir 38-də. Deyir ki, ABSD A1, B1, C1 kubunda A1, C1 oturacaq diaqonalı ilə, yəqin ki, belə, çünki tam düşməyib. Oxumağa çalışıram. İndi bir dənə diqqətlə baxım. Qırmızı rənglə. A1, C1 oturacaq diaqonalı ilə. Bax, bu oturacağın diaqonalı ilə. B, hanı B? B1, C, C1. Müstəvisi arasında bucağı tapın. Bu müstəvi ilə arasındakı bucağı tapmaq üçün müstəvinin B1, C1 tərəfi ilə götürə bilərəm. Yəni, xətti bucağını götürərəm. Bu da olur 45 dərəcə. Doğru cavab olur 38 D variantı. Sual 39. Görün bunun şəkli varmı? Yoxdur. 39. Son iki sualımız, çünki dərsim başlayır. AB parçasının müstəvini K nöqtəsini kəsir. Bu olsun A, bu olsun B, bu olsun K. Kəsdim. Parçanın uzarı müstəvidən 6 və 3 cm məsafədə. Bura 6 olsun, bura olsun 3. BK parçası AK'dan 5 vahid böyükdür. Bura A'dırsa, bura olacaq A plus 5. AB'ni tapın. Tapın da oxşarlığa görə 6 3 isə, yəni A'nı 2'yə vursun. Bir dəqiqə. BK parçası AK'dan 5 vahiddir. Yəni bura 3 isə, onda bura 6'dır. O zaman A'nı 2'yə vursam 2A bərabər A plus 5. A da bərabər 5. Bura 5 isə, bura 10 olacaq. Ümumi uzunluq olmuş oldu 15. 39 doğru cavab olur. Hansı variant? C variantı. 10 üstə gələk 5 bərabərdir 15. Və sonuncu 40-cı sualımız. AC'nin uzunluğu 20'dir. A1, C1 25'dir. C1 12'dir. Fikir ver. Burada olur da 12 o zaman. Elə deyir, perpendikular indirsəm. 25 isə bu hissiyelimi bura olur 5. 90 dərəcə üçbucaq əmələ gəldi, oldu 13. Doğru cavab oldu. 40-cı sualın cavabı A variantı. Bu qədər. Diqqətinizə görə sağ olun.